Papa bir dənə Obama kitə dəyər. Mama bir şey tapşırıb almağa. Mənim pulum yoxdur bala. Mama pul verib almağa. Sən bu anovun arzu şeyləri tutamır. Gəl şu qabağımı gör, nə alırsan al. Hala getdik. Hara getdik? Demədim bir iki dənə şey alacağım. Yox, mama silah şəklində yazıb bax. Bu da siyahı. Hə. Bala bu siyahı görürsən onun roman yazıb burada. Papa bəlkə şirniyyat alar. De şirniyyat gəl. Nə qədər istəsən. Ay da başqa şey də var da. Gör kimi şirniyyat nə var benim burada. Gəl bəs deyim şu qabağıma. Ay da yenə başladı bu kişinin qəlb sevdasını anlamıram da. Neymirsən o qədər qəndi? Ata bəlkə meyvə alar. Nə alaq? Meyvə. Bəlkə meyvə yeyənsə alıram qoyuram stolsun, quru yeyim üstüdə birini. Verir sonra qoyunlara. Baba neymirsən? Nə dadlı karamelləri. Biz çayxanada ondan sizi sayırıq. Baba biz bir çayxanadır. Yaxşı al. Qeyd edə mən pulum tartıb. Ata, Oba marketdə aprelin 30-na kimi kampaniya var. Hər 20 manatlıq alışda 1, 40 manatlıq alışda isə 2 şans qazanırsan. Üstəlik 2 dənə hədiyyə şansı var. Toyota Corolla və Bakıda təmirli 2 otaqlı mənzil. Qaliblər də mayın 20-si seçiləcək. Alış-verişdən sonra qəbzi skan edib lotereyaya qoşula bilərik. Yəni nə qədər çox alsaq, o qədər yaxşıdır. Dava şirniyyat alamsın yığ. Mən paşoka yığıram. Bəs nə oldu, sənin pulun yox idi? Evə getmək istəyirsən? Yox, gəl alaq ata. Dava yığ.